Salam əziz şagirdlər. Blok sınav imtahanına düşmüş belə bir suala baxaq. Deməli, kosinus x bərabərdir. Kosinus x bərabərdir sinus 2x-a. Bizə deyir ki, bu tənliyin 0 pi parçasındakı kökləri cəmini tapın. Deməli, gəlin əvvəlcə tənliyi həll edək. Tənliyi həll etmək üçün kosinus x qalsın. Sinus 2x-i bərabərliyin digər tərəfinə keçirib açaq. Sinus 2x-in düsturu bilirik ki, 2 sinus x kosinus x şəklindədir. Bərabərdir 0-a. Buradan kosinus x-i ortaq vuruq alsaq, alarıq 1 çıxaq 2 sinus x bərabərdir 0-a. Kosinus x hasil nə zaman 0 olur? Vuruqlar ayrı-ayrılıqda 0 olarsa. Bir dəfə kosinus x bərabərdir 0-a, bir dəfə də 1 çıx 2 sinus x bərabərdir 0-a. Buradan x bərabərdir. Kosinus 0-ı bilirik ki, 90-da alır. Yəni, pi bölünsün 2 üstə gələk pi k. İndi digər tənliyimizi həll edək. Buradan 2 sinus x bərabərdir 1-ə, sinus x bərabərdir 2-də 1-ə. Yəni, x bərabərdir mənfi 1 üstü k, pi bölünsün 2-də 1-i sinus alır 30 dərəcədə, yəni pi bölünsün 6, plus pi k. İndi, bizdən istəyir 0 pi parçasındakı köklərin cəmini. Gəlin burada əvvəlcə k-nın yerinə 0 yazsaq nə alarıq? 90. K 0 olduqda birinci kök üçün alırıq 90-ı. Burada k-nın yerinə 0 yazsaq alarıq 30-u. Sonra k bərabər hər ikisi verilmiş parçaya daxildir. Sonra k bərabər 2 halına baxaq. K bərabər 2 olduqda 2 pi üstünə də 90 gəlsək, verilmiş parçamız gördüyümüz kimi 0 pi aralığında olduğu üçün aralığa daxil olunur köklər. Eyni qaydada burada k-nın yerinə 2 yazsaq, 180-in üstünə hər hansı bir dərəcə gəlsək, pi-dən deməli kənara çıxır. Ona görə də bizim köklərimiz ancaq hansılar oldu? K bərabər 1 halı üçün pi bölünsün 2 üstə gələk 30 dərəcə, yəni pi bölünsün 6. Bunlara da ortaq məxrəc bildiyimiz kimi pi bölünsün 6-dır. Bu zaman alırıq 3 pi üstə gələk pi. Yəni 6-da 4 pi. 2 ixtisara aparsaq alarıq 3-də 2 pi. Yəni D variantı.